Hər hansı rayonun yollarının sxemi qraf şəklində və bu yolların uzunluğu isə kilometr şəklində verilmişdir. Qraf və cədvəl bir-birindən asılı olmayaraq tərtib edildiyi üçün cədvəldəki yaşayış məntəqələrinin nömrələnməsi qrafdakı hərf işarələri ilə əlaqəli deyil. C məntəqəsindən D məntəqəsinə qədər yolun uzunluğunu müəyyən edin. Mən bunu necə işləyirik? Əvvəlcə bunları bir ayıraq. Məsələn, A-dan neçə yol çıxır? 2 dənə yol çıxır. B-dən, D-dən və Y-dən 3 yol çıxır. F-dən sadəcə bir yol var. Yəni F-dən gedən sadəcə bir yol var. C-dən isə 4 yol var. Görürsün, burada fərqlənənlər hansılardır? A-dır, F-dir, C-dir. Ona görə baxaq. Əvvəlcə ondan 4 yol çıxan hansı nömrədir ki, ondan 4 ədəd yol var? Baxıram. Baxın, birinci nömrəyə baxıram. 4 dənə yolu var. 1-dən 3-ə getmək olur, 4-ə getmək olur, 5-ə getmək olur və 6-ya getmək olur. Deməli nədir? 1 nömrəsi bizdə C-yə bərabərdir. Burada yazacaq C. Daha sonra, hətta bunu burada yazmayaq, elə 1-in yanında yazaq. 1-lərin yanında onları qeyd edək. Deməli, bura bizdə nəyə bərabər oldu? C-yə bərabər oldu. Daha sonra, ondan sadəcə bir yol çıxan hansıdır? İkincidir. Baxın, ikinci nədir? Deməli bizdə. Deməli, ikinci bizdə F-dir. Sadəcə ondan bir yol çıxır. Bəs ondan 2 yol çıxan hansıdır? 2 yol çıxan üçüncüdür. Deməli, üçüncü nədir bizdə? A-dır. İndi digərlərini müxtəlif yollardan axtarmağa çalışaq. Biz deməli C-ni, F-i və A-nı tapdıq. İndi B, D və Y-ni bir-birindən fərqləndirək. Bizə Y heç lazım deyil. Yəni bizə sualda C ilə D-ni soruşur. Gəlin biz B ilə D-ni hələ ilk versiyada bir-birindən fərqləndirək. B-dən hansılara yol var? B-dən yol olanlar A-yadır, C-yədir və D-yədir. D-dən hansılara yol var? B-yə, C-yə və Y-yə. Bizə məlum olanlar hansılardır bunların içərisində? A ilə C bizə məlumdur. Amma hər ikisinin C-yə yolu var. Yəni burada biz fərq görmürük. Biz burada fərq görmürükdə nə etməliyik? Heç bunu nəzərə almarıq. Yəni C-ni nəzərə almarıq. Baxaq görək, hansının A-ya yolu var? Hansının A-ya yolu var, onu baxaq. Çünki bizə məlum olan A ilə C-dir. Hər ikisinin C-yə yolu varsa, fərqlənən sadəcə nə olur? B-nin A-ya yolu olmasıdır. Buna görə hansından A-ya yol var və orada 3 dənə yol var. Baxaq. 3 dənə yol olanlara baxaq. 4, 5, 6 içərisində hansının A-ya yolu var? Baxıram, 4-ün yoxdur. Baxın, 4-dən A-ya yol yoxdur. Baxın, bu kəsişmədə nədir? Bir boşluqdur deyə. Deməli, orada yol yoxdur. Nə edirəm? 5-ciyə baxıram. 5-cidə görürəm ki, nədir? 5-dən A-ya yol var. Baxın, özü uzunluğu da 6-dır. Deməli, nədir? 5-ci bizdə B-dir. 5-ə yazıram, B yazıram. 6-cıya da baxsaq hər ehtimala görə ki, 6-cıda da nədir? A-ya yol yoxdur. Deməli, 5-ci bizdə B oldu. İndi, növbəti olaraq nəyi fərqləndirməliyəm? Y ilə D-ni fərqləndirməliyəm. Çünki hər ikisinin 3 dənə yolu var. Y-dən hansılara yol var? Y-dən C-yə yol var, D-yə yol var və F-ə yol var. Baxıram, burada fərqli olan nədir? Zaten hər ikisinin C-yə yolu var, buradan fərqləndirə bilmərik. Ona görə biz F-i nəzərə alaq. Baxa görək, hansından F-ə yol var? F hansıdır bizdə? İkincidir. Baxıram bizdə F-ə yolu olan 4 və 6-nın daxilində sadəcə nədir? Y-dir. Yəni ki, 6-dır. 6-ya biz nə dedik? Y dedik. Deməli, bizə qaldı nə? Bizə qaldı 4. 4 deməli bizdə nədir? Bizdə D-dir. 4 tapdıq, D. Bizdən soruşur ki, C-dən D-yə qədər olan yol neçə kilometrdir? Baxıram, C, yəni ki, 1-dən başladım, D-yə gedirəm. Yolumuz neçə kilometrdir? 10 kilometrdir. Yəni cavabımız A variantı 10-dur.